Necəsiniz uşaqlar? Darıxmışam. Bir getdik. Hər şey salam dostlar, mən Abdullah. Bugün qarşınızda yeni bir video ilə varam. Bəli, bugünkü video çəkməyi unutmuşam artıq. Bu videonu kəsməyəcəm, səmimi olsun. Heç bir edit eləməyəcəm. Sadəcə videonu yükləyəcəm YouTube-a. Çünki 2 dəqiqəlik falan video olacaq və düşünürəm ki, darıxmısınız onsuz. Axıra qədər izləyəcəyinizə əminəm. Səsim batdı. Uşaqlar, mən Abdullah Qurbanov, tanıyırsınız onsuz. Neçə aydır ki, yoxam və bəli, su, nə, kəhriz suları, butulkanı qırağa qoyaq, elə bir şey yoxdur. Hə, çəkməməyimin cəzasını başqa yolla ödəyəcəm, belə deyim sizə. Bundan sonra videolar atmağa çalışacağam. Söz vermirəm, amma söz verirəm ki, videolar atacağam. Necə cümlə oldu, mən də bilmirəm. Sabahsı gün atmasam deyəcəm söz vermirdim, atsam deyəcəm söz verdiyim kimi atacağam. Ona görə iki tərəfli saxlayıram. Nəysə, belə məncə şitliklərimi sevirsiniz, ona görə artıq qarşınızdayım. Bəli, bu müddət içərisində TikTokda var oldum. Burada canlılar falan hər şeyi kəsdim və onların açıqlamasını verəcəm hal-hazırda sizə. Niyə canlılar gəlmirdi və TikTokda niyə açıram? Belə deyim uşaqlar, ən azından YouTube'da açanda 1 qəpik qazanırdımsa, canlı başına məsələn, TikTokda açanda yenə bir manat qazana bilirəm. Başa düşdünüz? Yəni ən azından TikTok mənə daha sərfəli gəlir ki, TikTokda artıq 4000-ə yaxın abunə takipçimiz var və sürətli şəkildə qalxırıq. TikTok səhifəmdə aşağıda çıxmayacaq, çünki niyə çıxsın, edit eləməyəcəm bu videoya. Nəysə, TikTok səhifəmi yorumlara sabitləyəcəm, oradan götürərsiniz adını. Belə deyim sizə, yəni bugündən sonra artıq TikTokda canlı yayınlar açıram, YouTube'da da videolar atacağam. YouTube'da canlılar olacaqmı? Düşünməmişəm, amma bəlkə həftədə bir dəfə falan YouTube'da canlı açdım. Konsepti dəyişəcəm amma, yəni sehr yox. Sehrlər sırf TikTokda olur. Bunda hər biriniz bilirsiniz. Səsimi düzəldim. Aha. Yəni belə deyim sizə, bugündən sonra YouTube'da qarşınızda olacağam. Əmin olun buna. Bir də onu demək istəyirəm sizə. Kanala abunə olanlar, abunə olmayanlar abunə olsun. Abunə olanlar səbirli olsun, çünki biz yeni gəlmədik, geri gəldik. Aslan taxtına geri addımlayır və çıxır. İlk başda da addımlarım onun üçün idi. Gəldik, yerimizi tutduq. Bugündən sonra inşallah başqa YouTuberlərlə də videolar çəkəcəm. TikTokdakı tanıdığım yeni ünlülərlə də videolar çəkəcəm. Yəni mükəmməl videolar gələcək, narahat olmayın. Həm sehr haqqında, yəni illüzyon haqqında, həm əyləncə videoları həmişəki kimi, həm lazım gəlsə dərs videoları atacağam universitetə hazırlaşanlar üçün. Nə bilim, universitet vloqları və sair və ilaxır, yəni mükəmməl əlimə keçən videoları atacağam. Sizdən də xahişim odur ki, bu videonu bəyənin, kanala abunə olun və ən çox yorum yazın. Yəni belə deyim, bir insan 10 dənə yorum yazmasın da, 1-2 dənə yazsın, bəsdir. Hamı yazsın, videoya baxanlar yazsın, videoya baxanlar bəyənsin ki, ən azından necə deyim, səviyyəmiz biraz qalxsın, çünki algoritma bir dəqiqə belədir. Bax, ən aşağıda hələ görünmür. Çünki neçə vaxt Instagramda da açmıram, videoda atmıram. Nəysə, amma düzələcək inşallah. Allah böyükdür. Qayıtdım. Bəli, öpürəm sizi, qayıtdım mən. Gəlin öpüm. Sağ olun.